Salam, mənim adım Nilaydır. Mənim 7 yaşım var. Ay Nilay, ne gözəlsən sən, nə qəşəngsən sən. De görək, neçənci sinifə gedirsən sən? Birinci, Qulağıma de görüm, ən xoşladığın müəllim hansıdır? Aycun müəllimə. Hə Nilay, indi bizim bir ənənəmiz var. Qara qutumuz gələcək studiyamıza. Görək bu qutudan hansı kart çıxsa, sən bizim üçün onu eləməlisən. Hazırsanmı oyunumuza Nilay? Nilay, bizim üçün mahnı oxumalısan sən. Oxu görək, hansı mahnı oxuyasan ay Nilay? İncimə, incimə gəl dilim mən, qayıt gəl. Qayıt sənə sözüm var, incimə. Qayıt sənə sözüm var yar. Ay Nilay, heç kim səndən inciməyib. Başqa bir mahnı oxu görək. Darıxmışam qanım qaraya, xəfalım gedim hara. Dostlanış olmur ki də var halıma. Ara məni yarası da, gəl saçımı yenədir. Həsrət ona dəli dolu yarama. Ay Nilay, bu mahnı oxuyan kimdirsə, ona salam göndər buradan. Nəfəssə salam deyirəm. Nilay, bizə dedilər ki, sən yaxşı şeir də deyə bilirsən. De görək bizə bir dənə şeir. Əhvalımızı aç biraz. Əravran rənglərində görünürlər aşığıyam. Sevinmən uşaqlarım, mən bir göy quşağıyam. Aferin Nilay. Bax, bu başqa məsələ. İndi gəl səninlə başqa bir oyun keçirdək. Hal-hazırda sənin başında bir kart var. Tap görək o kartdan nə var? Biz bunu adətən ad günlərində istifadə edirik. Biz hədiyyə olaraq ad günündə bax bunu veririk. Səncə sənin başındakı nədir? Düzdür, biz çox hədiyyə verə bilərik. Amma ən çoxunu bax bu şəkildəkini veririk. Hədiyyə, oyuncaq, oyuncaq, gül. Düzdür ay Nilay, bir neçə cəhd etdin, amma sonda düz tapdın. Bax Nilay, indi ikinci şəkili tapmalısan. Biz hər səhər duranda gigiyenamızı qorumaq üçün bundan istifadə edirik. Səncə bu nə ola bilər Nilay? Üzümüzü yuyuruq, əllərimizi, dişlərimizi, fırçayla. Axır ki düz tapdın ay Nilay, bu fırçadır. Düzdür, sən dediklərin də var. Biz səhər duranda əlimizi yuyuruq. Düzdür, amma bu fırçadır. Sarıya salam göndərirəm, ailəm bacıma salam göndərirəm.